Cəmiyyətdə böyüyən uşaqlar, doğulmaq məcburiyyətində qalan uşaqlar həqiqətən də çox şanslıydılar. Az öncə küçədə tutuyla, qumla oynayırıq və yoldan yaşlı bir qadın keçir. Ay bala, bu uşaqlar nə gündədir? Bunlar burada qumla oynayır, qonşu uşağı da tutuylandır. Bu qumla da oynayarlar, nə bilim nə. Deyirəm, ay xala, uşaq dediyin nə ilə oynayırsınız da? Sizin uşaqlarınız necə böyüyürlər? Bizim uşaqlarımız heç nə deyir evdə. Uşaq dediyin bundan oynayar, uşaq dediyin evi dağıdar, uşaq dediyin divarı yazar. Yəni uşaqlıq eləməlidir də. Bu uşaq nəsə bir iş görməlidir ki, böyüsün də. Mən bunun kisəsinə, hər kisəsinə nə qədərsə az bir məbləğdə olsa pul verib almışam ki, təmiz qum olsun küçədə, uşaq oynaya bilsin. Qapının ağzına qum dökmüşəm ki, uşağım oynaya bilsin. Və sonra qadının kim olduğunu biləndə gördüm ki, həqiqətən də bu adamların da balaca oğlu var evdə, nənənin də, yəni nəvəsi var da, uşağın 7 yaşı falan var. Biz 3 ildir bu məhəllədə yaşayırıq. 3 ildir o uşaq nə vaxt küçədə tutunub qumla oynayan görüb, qumla oynamaq istəsə, atası gəlib uşağı acıqlayıb, çox pis şəkildə acıqlayıb, evə aparar ki, mən sənə demişəm, qumla oynamaq olmaz. Doğrudan da bu cəmiyyətdə böyüyən uşaqlar çox şanssızdılar. Evdə evi dağıdır, valideyn qışqırır. Bir şeylərlə məşğul olmaq istəyir, valideyn qışqırır. Küçədə qumla oynayır, valideyn qışqırır. Topla oynayır, valideyn qışqırır. Və bu uşaq neynəməlidir, nə iş görməlidir, vaxtını necə keçirməlidir? Siz bu uşaqlara ümumiyyətlə nə vermirsiniz, ala bilmirsiniz. Yəni, körpələrin günahı nədir ki, burada böyüyüblər, burada doğulublar deyə elə robot kimi yaşamalıdırlar. Uşaq dediyin uşaqlığını keçirtməlidir, uşaqlığını yaşamalıdır. Əgər bir uşağa uşaq kimi yaşamağına icazə verilmirsinizsə, onda zəhmət çəkib o uşağı dünyaya gətirməyin, nə olar? Yəni, haqsızlıqdır, amma uşaqlara uşaq kimi böyüməyə icazə verməmək çox böyük bir absurdluqdur. Bizim dövrümüzdə biz də uşaq olanda bundan oynayırdıq, nə bilim, bundan xəmir yemək pişirirdik, kotlet düzəldirdik. Adam deyir ki, uşaq bundan oynamaz. Ya da uşaq evi dağıtıb, uşaq evi dağıtmaz. Bəs bu uşaqdan nə istəyirsiniz? Bu uşağa nə vermirsiniz, ala bilmirsiniz. Çox maraqlıdır mənə. Etməyin, eləməyin. Bu uşaqlar öz uşaqlığını keçirsinlər, uşaq kimi böyüsünlər. Yox, əgər böyüdə də bilmirsinizsə, onda da bu uşaqları dünyaya gətirib ziyan eləməyək.